Deməli, sınaq 4-ün izahını verəcək. Sınaq 4 qədim Azərbaycan tarixindən analiz ev dərsinə əsasən 23-dən 27-yə qədər olan mövzuları əhatə edir. Birinci sualda qeyd olunur ki, daha sonra baş vermişdir. A bəndinə baxaq. Qara Yusifin Əsəd yaxınlığında Sultan Əhmədi məğlub etməsi. 1410-cu il Əsəd döyüşü, Təbriz əhalisinin Teymurilərə qarşı üsyan qaldırması 1406, Teymurilərin Azərbaycanın hakimiyyətinə son qoyması 1408 Sədrut döyüşü, Qara Yusifin öz hakimiyyətini Kürdən şimaldakı ərazilərdə yayması 1412 Kür sahilində baş verən döyüş nəticəsində. Şirvanşah 1-ci İbrahimin Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirilməsi, bu isə 1406 Təbrizi tutduqdan sonra qısa müddət ərzində Azərbaycanı vahid şəkildə birləşdirmişdir. Daha sonra qeyd etdiyi üçün biz D variantını götürəcəyik. Növbəti sualımız Uzun Həsənin hakimiyyət dövrü üçün səciyyəvi deyil. Uzun Həsən 1468-dən 1478-ə qədər hakimiyyətdə olmuşdur. Osmanlılarla döyüşlərin baş verməsi, bəli, Beyşəhər, Malatya, Otluqbel və s. kimi döyüş deyə bilirik. Səbəblərlə qohumluq əlaqələrin mövcud olması, bəli, Uzun Həsənin deməli bacısını Şeyx Cüneyd, qızını isə Şeyx Heydər almışdır. Moskva knyazı 3-cü İvanla Qızıl Ordu dövlətinə qarşı ittifaq yaradılması. Burada düzdür. 3-cü İvanın Ağqoyunlu gəlib burada ittifaq qurmaq üçün təklif etmişdir. Amma ondan əvvəl Qızıl Ordu gəldiyi üçün ittifaq mümkün olmamışdır. Ona görə C variantı doğru olmayacaq. D variantında Şərqi Gürcüstanın Ağqoyunlu dövlətinə birləşdirilməsi 1477 doğrudur. Vahid və qüdrətli Azərbaycan dövlətinin yaradılması, siyasi etməsi, bəli, bu da doğrudur. Ona görə cavabımız C variantı olacaqdır. Növbəti sual, Qaraqoyunlu feodal hakimliyinə aid uyğunluq pozulmuşdur. Ağqoyunlu feodal hakimliyini Teymurilərə qarşı müttəfiqlik təklifinin edilməsi, bəli, belə bir təklifin olduğunu qeyd edirik. Növbəti versiyalara baxaq. Cəlalilərlə Teymurilərə qarşı hərbi ittifaqın yaradılması, bəli, Qara Yusiflə Sultan Əhmədin ittifaqda olduğunu demişik. Osmanlı dövləti ilə dostluq, bəli, 2-ci Bəyazidlə dostluqların olması, daha doğrusu İldırım Bəyazidlə dostluğun olması, Şirvanşahlar dövləti ilə Teymurilərə qarşı birgə mübarizə aparılması, Şirvanşahlarla hər hansı bir ittifaqdan bu dövrdə danışmırıq. D variantı ona görə doğru olmayacaq. Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulması, bəli, 1408-ci ildə hakimiyyətinə son qoyulmuşdur. Ona görə cavabımız D variantı olacaqdır. Növbəti sual, uyğunluq pozulmuşdur. Ağqoyunlu dövlətinin yaranması, Kürdən şimaldakı torpaqların Ağqoyunlu dövlətinin hakimiyyəti altına keçməsi. Ağqoyunların dövləti yarananda Kürdən şimalda yox, cənubdakı ərazilər Ağqoyunlu tabeliyində idi. Ona görə elə pozulmuşdu deyirsə A variantı doğru olmayacaq, amma digər versiyalara da baxaq. Beyşəhər döyüşünün qalib gəldi Osmanlılar, bəli. Muş döyüşündə baş vermişdi Ağqoyunlu, Qaraqoyunlu dövlətləri arasında 1467. Osmanlı dövlətinə qarşı ittifaq bağladı 1472 Venesiya ilə. Ağqoyunluların Qara dənizə çıxış nöqtəsi idi Trabzon imperiyası və 1461-ci ildə isə bunu Osmanlılar ələ keçirmişdir. Növbəti sualımız uyğunluğu müəyyən edin. Ərdəbil hakimliyi. Şeyx Cüneyd Şah dağın ətəyində baş vermiş döyüşdə qələbə qazanmışdır. Şeyx Cüneydə aid deyil, Şeyx Heydərə aiddir. A bəndi. Cahan Şahın tələbi ilə Ərdəbili tərk etməsi, bəli, 1449-cu ildə. Şeyx Heydərdə isə digər versiyaya baxa bilmirik. Buradan baxaq, sonra digər səhifəyə keçərik. Şeyx Heydər Səfəvi tərəfdarlarının Qızılbaş adlandırılması, bəli, doğrudur. Uzun Həsənin köməyi ilə hakimiyyətə gəlməsi, bəli, 1470-ci ildə Səfəvi irsi taxtına əyləşmişdir. Deməli, 1-ə B, 2-yə AB bu tərəfdə uyğun gəlir. Burada baxaq. Deməli, Həsən bəyin Bayandurla qohum olması, bəli, onun bacısını almışdır. Şəməsi döyüşü isə Sultan Əlinin dövrünə aiddir, Şeyx Heydərin dövrünə aiddir. Ona görə cavabımız, deməli, 1-ə B və C, 2-yə isə uyğun gələcək A ilə B. 1-ə BC, 2-yə AB. D variantı doğru olacaqdır. Növbəti sualımız,
Qara Yusifin hakimiyyət dövrü üçün səciyyəvidir. Şirvanşah 1-ci İbrahim müttəfiqləri ilə birlikdə əsir götürməsi bəli, Kür çayı sahilində baş verən döyüş nəticəsində olmuşdur. Xidmət müqabilində soyurqal torpaqlarının verilməsi bəli, uyğundur. Kürdən şimaldakı torpaqları Qaraqoyunlu hakimiyyətinə tabe edilməsi elə Kür döyüşündən sonra idi. Qaraqoyunlu qoşunların Təbriz döyüşündə Teymuri Şahrux tərəfindən məğlub edilməsi Qaraqoyun qoşunlarının bu 1435-də olubdur. Qara Yusif olmayıb hakimiyyətdə. Qara İskəndər olub hakimiyyətdə. Ona görə D variantı Qara Yusifin dövrü üçün uyğun olmayacaq. Güclü süvari qoşun yaradılması isə uyğundur. Cavabımız D variantı olacaq. Növbəti sual daha əvvəl baş vermişdir. Uzun Həsən tərəfindən Qaraqoyunlu Həsən Əlinin hakimiyyətdən salınması 1468. Qara Osman bəyin Ağqoyunlu bəyliyin ərazisinin genişləndirilməsi bu 1402-dən sonra daha da genişləndirdiyini qeyd edirik. Otluqbel döyüşündə Uzun Həsənin qoşunlarının məğlub edilməsi 1473. Qızıl Ordu xanının Təbriz öz elçilərinin göndərilməsi 1475 illərdə, yəni 3-cü İvandan öncə göndərmişdi. Belə bir məsələni qeyd edirik. E variantına baxaq, Ağqoyunlu tacirlərinin Qara dənizə birbaşa çıxışını itirməsi 1461 olacaqdır. Bizdən isə soruşur daha əvvəl deyirsə B variantı doğru olacaqdır. Növbəti sual, o feodal əyanların öz tərəfinə çəkməsi üçün çoxlu irsi keçən torpaq paylamış, yəni soyurqal. Şirvanşah 1-ci İbrahim məğlub edərək hakimiyyətini Kürdən şimalda Azərbaycan ərazisinə yaya bildi. Teymurilərin ticarət mərkəzləri Sultaniyə və Qəzvini tutmuşdur. Bütün bu məsələlər biz Qara Yusifə aid olduğunu deyirik və həmin hökmdarın fərqli olaraq Cahanşaha aid olan məsələlər seçməliyik. Birinci bənddə qeyd olunur ki, bir müddət Teymurilərdən asılı olaraq dövlət idarə etmişdir. Bu Cahanşah üçün xarakterlikdir. 1435 və 47-ci illərdə, daha doğrusu 36-47. Osmanlılarla dostluq əlaqələrini saxlaması bu oxşar cəhətdir. Ona görə ikini cavablardan çıxacaq. Şirvanşahlar dövləti ilə normal münasibət yaratmağa nail olmuşdur. Bəli, bu da Cahanşah üçün oxşar cəhət Cahanşaha aid olacaq. Teymuriləri məğlub etmişdir. Teymurilərin məğlub edilməsi oxşar cəhət olacaq. Biri 1408-ci ildə, biri isə Heratın tutulması ilə dövlət ərazisini genişləndirmək siyasətini həyata keçirmişdir. Yəni, bu isə oxşar cəhət olacaqdır. Cavabımız 1 və 3 olacaqdır. D variantı. Növbəti sual 15-ci əsrin 80-ci illərində Ərdəbil hakimliyinin tarixi üçün xarakterlikdir. Biz bu dövrdə Şeyx Heydərin Şirvana və Dağıstana hərbi yürüşlər 83-87-88-ci il yürüşlərini deyirik. Ona görə A variantı doğru olacaqdır. Növbəti sualımız hadisə və nəticə əlaqələri pozulmuşdur. Hadisə Qaraqoyunlu dövlətin yaranması, Oğuzların Azərbaycanda siyasi hakimiyyətin yenidən bərqərar olunmasının, bəli, bunu qeyd edirik. Bizə cavablarda pozulmuşdur olanı seçməliyik. Yəni A variantını seçməyəcəyik. B variantında Muş döyüşünün baş verməsi Qaraqoyunlu dövləti süqutu. Qaraqoyunlu 1468-də süqut edib, Muş döyüşü isə 67-də baş verib. Ona görə B doğru olmayacaq. Cahanşahın Herata hücum etməsi, Teymuri Şahrunun Qaraqoyunlu dövlətinin təzminat ödəməsi. Burada isə Teymuri Əbu Səid idi, Şahrux deyildi. C variantı da doğru deyil. Teymuri Şahrunun ölümü Cahanşah müstəqil siyasət yeritməsi, bəli, 1447-ci ildən etibarən. 1412-ci ildə Kür döyüşünün baş verməsi, Şirvanşahların Qaraqoyunlu dövlətinə tabe edilməsini deyirik. Bu bənddə doğru olacaqdır. Deməli, bizə uyğun olmayan deyirsə, B ilə C variantını seçəcək. Cavab C variantı olacaqdır. Ağqoyunlu Sultan Yaqub və Şah 1-ci İsmail üçün ümumi cəhəti müəyyən edin. Azərbaycan Cəlalilərin hökmranlığına qarşı mübarizə aparmışdır. Bu Cəlalilərə qarşı biz Qara Yusifin mübarizəsini demişik. Bu dövrdə mübarizədən danışmırıq. Ona görə A variantı uyğun gəlmir. Osmanlı Sultanı 2-ci Bəyazitlə dostluq münasibətləri saxlaması, bəli, Sultan Yaqub və Şah 1-ci İsmail üçün oxşar cəhət hesab edilir. Ona görə cavabımız B variantı olacaq. Növbəti sual uyğunluq pozulmuşdur. Naxçıvan yaxınlığında Araz
döyüşündə məğlub edildi Teymuri Əbubəkirin qoşunları. Bəli, 1406-cı ildə. Qaraqoyun dövləti yarandı. Cəlalilərin dövlətinin süqutu nəticəsində 1410 Əsəd döyüşü. Bunlar doğru bəndlərdir. Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoydu. Sədrut 1408-ci ildə C variantı da doğrudur. Bağdad döyüşdə məğlub edildi. Qara Yusif 1394 Y variantı da doğru olacaq. Bizdən doğru olmayan istəyir. Teymuri Şahruğun Azərbaycana hücumu zamanı onunla hərbi ittifaq bağladı Qaraqoyunlu. Xeyr, Qaraqoyunlu yox da Şirvanşah 1-ci Xəlullahın onunla ittifaq bağladığını demişik. Ona görə D variantı doğru olmayacaqdır. Növbəti sual, Əricanda Qızılbaşları müşavirət qərarı alınmışdı ki, ilk zərbəni Şirvanşah Fərrux Yasara vuraq. Ona görə cavabımız Y variantı doğru olacaqdır. Düzgün tarixi hadisəni müəyyən edin. 14-cü sual. Bağdad döyüşündə qalib gəldi Qaraqoyunlu hökmdarı Qara Yusif. Burada Qara Yusifin hökmdar olduğunu demirik. Çünki Bağdad döyüşü 1194-də olubdur və hələ Qaraqoyun dövlətinin əsası qoyulmamışdır. A bəndi səhvdir. Keçək digər bəndlərə. Əsəd döyüşünü baş vermişdi. Şirvanşah və Qaraqoyunlu Cəlalilərlə Qaraqoyunlar arasında baş verib 1410-cu ildə. Ona görə B variantı da səhvdir. Araz döyüşünə məğlub edilmiş Teymurilər, bəli, 1406-cı ildə C variantı doğrudur. Əmir Teymurun Azərbaycanda hakimiyyətinə son qoymuşdur. Qara Yusif. Qara Yusif Teymurilərin hakimiyyətinə son qoyub, amma Əmir Teymurun hakimiyyətinə son qoymayıbdır. Çünki Əmir Teymur 1405-ci ildə öldürülmüşdür və Teymurilərin hakimiyyətinə 1408-ci ildə son qoyulubdur. Sonra Y variantı Teymuri Şahruğun Azərbaycanda müttəfiqidir. Bəli, Cəlali Sultan Əhməd qeyd edir. Teymuri Şahruğun Azərbaycanda müttəfiq olaraq biz Şirvanşah 1-ci Xəlullahı demişik və ondan sonra hakimiyyətə Cahanşahın gəldiyini demişik. Yəni Cəlalilərlə heç bir ittifaqı olmayıbdır. Y variantı da doğru olmayacaq. Cavabımız C variantıdır. Osmanlı dövləti əleyhinə Venesiya ilə hərbi ittifaq bağlanmış dövlət söhbət Ağqoyunludan söhbət gedir. 1472 Ağqoyunluların paytaxtı isə Təbriz olacaq. Biz isə Təbriz tapmalıyıq. Cavabımız Y bəndi olacaqdır. Növbəti sual Ağqoyunlu dövləti üçün səciyyəvi deyil. Venesiya ilə Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaradılması 1472 doğrudur. İraq Səlcuq Sultanlığının işğalçı yürüşlərinə qarşı mübarizə aparması İraq Səlcuq Sultanlığı 1118-1194-cü illərdə olubdur və səciyyəvi deyil deyirsə elə B variantı, yəni dövlət olduğu tarixə düşməyəcək. Malatya döyüşündə 2-ci Mehmedin qoşunları məğlub edilməsi bəli doğrudur. Hərbi köçmə yanları geniş şəkildə soyurqalın paylanması doğrudur. Y variantına da baxaq. Gürcü çarı 6-cı Barak söz sahəsinin imzalanması 1477 doğrudur. Ona görə cavabımız B variantı olacaq 16-da. 17-ci sual uyğunluğu müəyyən edin Ağqoyunlu Osmanlı müharibələri. Malatya döyüşü biz 1473 avqustun da və Otluqbel döyüşünün baş verdiyini demişik. İkisi də 73-dür. Baxaq, Malatyada Fərəd çayı sahilində baş verməsi, bəli. Ağqoyunlu Osmanlı dövlətlərinin arasında ilk böyük döyüş olması, bəli, B variantı da doğrudur. Osmanlıların qələbə qazanması, xeyr. Malatyada Ağqoyunlular qələbə qazanmışdı. Növbəti versiya var. Otluqbel Osmanlıların odlu silaha sahib olması, bəli, A doğrudur. Bayandurlu qoşunlarının qələbə qazanması, yəni Ağqoyunlular Otluqbeldə qələbə qazanmamış, qələbəni Osmanlılar qazanmışdır. B variantı səhvdir. Venesiyanın Ağqoyunlulara yardım etməmişdir deyə müharibədə bir çoxunu məğlub olmuşdur. Ona görə 1-ə A ilə B, 2-yə də sadəcə A uyğun gələcək. Cavabımız C olacaqdır. Növbəti sualımız Şərur döyüşü nəticəsində biz qeyd edirik ki, Ağqoyunlu 1-ci qolunun süqut etməsi 1501-ci ildə. Növbəti sual məntiqi ardıcılığı tamamlayın deyə belə bir sual gələcək. Bu sualda Şəməsi döyüşünün baş verməsi, Şəməsi döyüşü deməli 1494-də baş vermişdir. Şeyx Sultan Əlinin öldürülməsi və Ərdəbilin Ağqoyun tabeyinə keçməsinə gətirib çıxaracaq. Yəni məntiqi ardıcılığa görə biz B variantını doğru hesab edirik. Növbəti sualda Caban döyüşünün nəticəsi
deməli Caban döyüşü 1500-cü ildə olmuşdur. Bu döyüş nəticəsinə baxaq. Ağqoyunlu birinci qolu süqut edib 1501-də. A variantı uyğun olmayacaq. Şirvanşah hökmdarı Səfəviləri dövlətindən asılılıq edir. Hökmdar asılılığı deməyəcək, çünki burada hökmdarın öldüyünü qeyd edirik. Ağqoyunlu qoşunların Ərdəbilə daxil oldu. Ərdəbilə yox, Şamaxıya daxil olmuşdur. C variantı da səhvdir. Şeyx Heydər Ağqoyunlularla vuruşmada Şeyx Heydər deyildi. Burada İsmayıl idi. Ona görə Y variantı getdi. Fərrux Yasar qoşunları Qızılbaşlara məğlub oldu. Bəli, qoşunların məğlub olduğunu və Fərrux Yasarın öldürüldüyünü qeyd edirik. D variantı doğru olacaq. Mətndə verilmiş hadisənin nəticəsini müəyyən edin. Ağqoyunlu Venesiya danışıqları 1472-ci ildə onlar arasında hərbi ittifaqın bağlanması ilə başa çatdı. Əldə olunan razılığa əsasən Venesiya Ağqoyunlu dövlətinin odlu silah və mütəxəssislər göndərməli idi. Söhbət Ağqoyunlu və Venesiya ittifaqının nəticələrindən gedir. Baxaq. Bu ittifaq nəticəsində Ağqoyunlu Osmanlı müharibəsinin növbəti mərhələsi başlayır. Ağqoyunlu Beyşehir döyüşündə məğlub edilir. Bəli, 1-də 2-də doğrudur. Qoylistar məğlubiyyətindən sonra Qoylistar 1461-də baş verir. Yəni bu həmin ittifaqından sonra baş verən hadisə deyil. Osmanlı və Ağqoyunlu dövlətləri arasında sülh, heç bir sülh yox. Tam əksinə 3 dənə döyüş, Beyşehir, Malatya, Otluqbel döyüşünü deyirik. Malatya döyüşündə Venesiya toplarından Osmanlıya qarşı istifadə edilmişdir. Venesiya hərbi silah sursat verməyibdir. Yəni biz onun Ağqoyunluların o toplardan istifadə etdiyini qeyd edə bilmirik. Ona görə cavabımız 1-dən 2 doğru olacaq. Qara Yusifin fəaliyyətinə aid deyil. Cənubi Azərbaycanda yeni türk mənşəli dövlət, bəli, Qaraqoyunlu dövlətin əsasını qoydu 1410 A getdi. Şirvanşahlar dövlətinin Qaraqoyunlu dövlətinə tabe edildi 1412 Kür döyüşü. Gürcü çarının edam edilməsi, bəli, elə Kür döyüşündə edam edilmişdi. Təbriz döyüşündə Teymuri hərbi qüvvələrinin məğlub edilməsi, Təbriz döyüşü baş verib 1435-də. Burada isə hakimiyyətdə Qara İskəndər olubdur. Ona görə D variantı Qara Yusifin dövrü üçün xarakterik olmayacaq. Öz hakimiyyətini Kür çayının şimaldakı torpaqlarda yaya bilmişdir. Bəli, 1412 Kür döyüşündən sonra. Ona görə cavabımız D uyğun gələcəkdir. Növbəti sualda Səfəvi dövlətinin siyasi quruluşu ilə bağlı doğru fikri müəyyən edin. Teokratik xüsusiyyətlə malik olması, bəli. Bütün mühüm vəzifələri Azərbaycan türk tayfalar başçılıq etməsi, bəli. Şahın yanında qanunverici orqan Ali Məclis və qanunverici deyildi. 3-7. Şahdan sonra Əmir Ül-Ümərə ikinci şəxs. Bu Ağqoyunlu və Qaraqoyunlu üçün uyğundur. Amma Səfəvilərdə üçüncü şəxs olacaq. 4-də getdi. Cavabımız 1 və 2 olacaqdır. Növbəti sual. Uyğunluğu müəyyən edin. Bərdə döyüşü, Baysunqurun məğlub olması. Biz Bərdə döyüşün nəticəsində Baysunqurun məğlub olduğunu qeyd edirik. Deməli 1492-ci ildə Beyşehir döyüşü Osmanlıların Trabzonu ələ keçirməsi, xeyr, Trabzon 1461-də ələ keçirilibdir. Beyşehir döyüşü baş verib 1472-də. Uyğun deyil. Naxçıvan döyüşü Güdey Əhmədin qələbə qazanılması, bəli, biz 1496-da bunu qeyd edirik. 3-də doğru, 1-də doğru, 1-ci bənddə doğru. Muş döyüşü 1467. Sonuncu Qaraqoyunlu hökmdarı Cahanşah məğlub edilməsi sonuncu deyildir. Çünki ondan sonra Həsən Əlinin hakimiyyətə gəldiyini deyəcək. 4-də doğru olmayacaq, 1-lə 3 doğru olacaq. Növbəti sualımız Ağqoyunlu dövlətin tarixi üçün səciyyəvi deyil. Hökmdar hakimiyyəti irsi idi, bəli, doğrudur. Bizə doğru olmayan istəyir. Şirvanşahlar dövlətini asılı hala salmışlar. Ağqoyunlular Şirvanşahları asılı hala saldığını qeyd etmirik. Ona görə 2 səhvdir. Hakimiyyət uğrunda mübarizə dövləti zəiflətmişdir. Hakimiyyət uğrunda olan mübarizə, bəli, dövləti zəiflədirdi. 2 yerə parçalanmanı qeyd etmişdik. Ona görə 3 də doğrudur. Bizə doğru olmayan seçirik. Uzun Həsən hakimiyyət dövründə mərkəzləşmiş dövlətə çevrilmiş. Ümumiyyətlə, biz nə Qaraqoyunlu, nə də Ağqoyunlu dövlətinin mərkəzləşmiş olduğunu qeyd etmirik. Osmanlıya qarşı Avropa dövlətlərindən hərbi yardım almışdı. Almağa cəhd etmişdir, amma ala bilməmişdir.
Ona görə 2, 4 və 5 bəndləri doğru olacaqdır. Növbəti sual xronoloji ardıcıllıq. Kür çayının cənubundakı Azərbaycan torpaqlarının Qara Yusif nəzarət altına keçməsi 1410-cu il. Növbəti bəndlərə də baxaq. Deməli, birincidə dedik ki, 1410. Alaşkert döyüşü deyirsə 1421. Şirvanşahlıq Qaraqoyunlu dövlətinin tabe edilməsi 1412 Kür döyüşü. Teymurilərin Şirvanda və Şəkidə hakimiyyətinə son qoyulması 1405. Xronoloji ardıcıllıq deyirsə 4, 1, 3 və 2 olacaq cavabımız. Növbəti sualımız Eyler-Venn diaqramı, Qaraqoyunlu feodal hakimliyi 1-ə, ortaq cəhət 3, Qaraqoyunlu dövləti olaraq deyir. Teymurilərin mübarizə aparılması bu həm dövlət çağında, həm də feodal hakim. Çünki biz 1406 və 8 və 1435-ci illərdə də müharibə demişik. Ona görə anı ortaya, yəni ortaq cəhətə verəcəyik. Osmanlılarla dostluq hər iki dövrdə olmuşdur. Ölkə ərazisinin Teymuri Şahrovun hücumlarının baş verməsi bu dövlət olan vaxta uyğun gələcək. Cəlalilər Teymurilərə qarşı hərbi ittifaqın yaradılması, Cəlalilərlə ittifaqda olub feodal hakimliyi dövründə Avropa ölkələri geniş siyasi iqtisadi əlaqələr saxlamışdı. Xeyr, biz Qaraqoyunların Avropa ilə əlaqələri yox, Ağqoyunların əlaqələrini demişik. Ona görə 1-ə D, 2-yə C, 3-ə də AB bəndləri uyğun gələcəkdir.